Səhər açılmamış yollara düşən, saatlarla növbə gözləyən, lakin həkim qəbuluna düşə bilməyən onlarla vətəndaş. Bura Cəlilabad rayon mərkəzi xəstəxanasıdır. Rayonun ən böyük tibb müəssisəsində son zamanlar xəstələrin qarşılaşdığı mənzərə tibbi xidmətdən çox növbə və tapılmayan həkim dabasını xatırladır. Sakinlərin sözlərinə görə problem təkcə növbələrin uzunluğu deyil, əsas giley həkimlərin iş yerində tapılmamasıdır. Səhhətində ciddi problem olan vətəndaşlar iddia edirlər ki, qeydiyyatdan keçsələr də, qapıları döysələr də qarşılarına çıxan bir tibb işçisi tapılmır. Ən çox əziyyət çəkən isə rayon mərkəzindən kilometrlərlə uzaqda yerləşən kəndlərin sakinləridir. Nəqliyyat çətinliyi, maddi durum və xəstə halı ilə səhər tezdən yola çıxan kənd cəmaatı xəstəxanada ümid etdikləri tibbi yardım ala bilmirlər. Vətəndaşlar qeyd edirlər ki, vaxtında göstərilməyən tibbi xidmət ucbatından sadə bir xəstəlik belə ağır fəsadlara yol açır. Vətəndaşların bu ciddi narazılığı və həkim çatışmazlığı ilə bağlı məsələyə Cəlilabad rayon mərkəzi xəstəxanasının rəhbərliyinin və təbibin necə münasibət bildirəcəyi maraqlıdır. Rayon sakinləri isə boş qalan həkim otaqlarının nə vaxt olacağını və öz növbələrinin nə vaxt çatacağını gözləyirlər. Ümid edirik ki, problem öz həllini tapacaq və Cəlilabad sakinlərinin bu əziyyətinə son qoyulacaq. Mövzu diqqətimizdədir. İddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Hasan yok da. Gel kapaldasın da haberin yok. Yok, burada hastanede bir tane həkim yoxdur. Yolda Allah'ın komiyası olasıydı. Bir tane həkim yoxdur hastanede. Gözlerden burada o bir. Saat neçədir? 5 var. Saat 5 var. Bir nefer, 20 nefer, 30 nefer, 3 kişi, 3 kişi, bir tane kalalım, fazla kalalım. Bana demiş,